Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmain emma ba'd. Əziz müsəlmanlar, bir neçə gündən sonra əzəmətli bir gün gəlir. Aşura günü. Aşura günü Məhərrəm ayının 10-cu gündür. O gün Allah Subhanahu ve Teala Musa aleyhisselamı, öz peyğəmbərini Firondan xilas etdi. Və Fironu onun qoşunu ilə məhz bu gündə həlak etdi. Biz hamımız bilirik Quran-ı Kərimdən, o vaxt ki Firon öz qoşunu ilə gəlir və Musa aleyhisselam öz qövmü ilə gəlir dənizin sahilinə, dua edir Allaha və Allah Subhanahu ve Teala onun duasına cavab verir və açır dənizi. Və onlar keçirlər. Firon isə öz qoşunu ilə dənizə girəndə dəniz bağlanır və Firon həlak olur və öz qoşunu ilə batır dənizin içində. Və məhz bugün buna görə müsəlmanlar oruç tuturlar. Allaha şükür edərək. Ona görə səhih hədislərdə biz bilirik ki, hətta müşriklər bu orucu tuturdular bu günü. Bilirdilər ki, əzəmətli bir gündür. Və Peyğəmbər sallallahu aleyhi ve sellem də bu gün oruç tutardı. Və lakin Mədinəyə gələndən sonra o eşitdi ki, Yahudilər də bu günü oruç tutur və niyə görə oruç tuturlar? Məhz bu səbəbə görə, bu hadisəyə görə. Və Peyğəmbər sallallahu aleyhi ve sellem davam elədi bu günü oruç tutmaq və öz ümmətinə əmr etdi ki, bugün oruç tutsunlar. Ona görə Aşura orucu Ramazandan qabaq vacib bir oruc idi. Ta Ramazan orucu vacib olan kimi Aşura orucu müstəhəb bir oruc qaldı. Lakin buna baxmayaraq, bugün oruç tutmaq böyük bir savab var və müstəhəbdir müsəlman üçün. Ona görə Peyğəmbərdən sallallahu aleyhi ve sellem soruşanda bu orucun savabı nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem cavab verdi ki, bu gündə tutulan orucun savabı bir il günahların bağışlanmasıdır. Yəni Allah Subhanahu ve Teala bir il etdiyin günahlar, keçən aşuradan bu aşurayacan, kiçik günahların hamısını bağışlayır. Görürsünüz, necə də əzəmətli ibadətdir. Və necə də böyük bir savab var bu ibadətə görə. Başqa bir hədisdə İbn Abbasdan rivayət olunur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem həmişə çalışardı bugün oruç tutsun. İbn Abbas rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Ramazan ayının orucunu və Aşura orucu çalışardı həmişə tutsun. Fikir verin, Ramazan ayı orucu vacib orucdur. Onunla bərabər Aşura Ramazan kimi çalışardı həmişə tutsun. Başqa hədisdə Hafsadan rivayət olunur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem heç vaxt Aşura orucunu qoymazdı. Həmişə tutardı. Və həmçinin Aşura orucun savabına bir də o dəlalət edir ki, qabaq vacib idi. Qabaq Aşura orucu tutmaq vacib idi. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem deyəndə ki, bəzilər bilmirlər ki, bugün Aşuradır, günlərini başlayıblar, oruç tutmurlar, artıq günün yarısı keçib. Peyğəmbər sallallahu aleyhi ve sellem əmr etdi ki, qoy indidən sonra, hətta orucu səhərdən tutmasalar da qoy indidən heç nə yeməsinlər, içməsinlər. Yəni, oruç tutsunlar. O dərəcədə, yəni mühümdür bugün oruç tutmaq. Aşura orucu necə tutmalıyıq? Peyğəmbər sallallahu aleyhi ve sellem dediyimiz kimi əvvəl yalnız Aşura günü tutardı oruç. Yəni, Məhərrəmin 10-cu günü orucunu tutardı. Və lakin o vaxt ki, bildi ki, Yahudilər də həmin gün oruç tutur, fərqlənmək üçün dedi, əgər mən gələn il sağ qalsam, mən Məhərrəmin 9-unu da oruç tutacağım. Yəni 9-u və 10-u fərqlənmək üçün. Həm fərqlənmək üçün, həm daha çox savab olsun deyənə. Çünki şək yoxdur ki, 2 gün oruç tutmaq bir gündən daha əzəmətli və fəzilətlidir. Və lakin Peyğəmbər sallallahu aleyhi ve sellem həmin il dünyasını dəyişdi və nəsib olmadı ona 9-u və 10-u tutsun. Və lakin bizə öyrətdi ki, 9-u, 10-u tutmaq daha əfsəldir. Daha əfsəldir. Ona görə ən əfsəli 9-un 10-u tutmaq. Əgər alınmadısa 9-u tutmaq, heç olmasa ayın 10-u, yəni Aşuranı tut və ondan sonra tuta bilərsən. 10-dan 11-i. Yəni Aşuradan sonra 11-ci Məhərrəmin 11-ci günü tuta bilərsən. O da alınmadısa heç olmasa 10-u tut. Onu tut. Və bəzi alimlər qeyd ediblər ki, əfsəli 9-la 10-u 11 tutmaq. Ümumiyyətlə niyə görə? Çünki Məhərrəm ayında nə qədər çox oruç tutsan, o qədər də yaxşıdır. O qədər də yaxşıdır.
Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərin birində deyir ki, Ramazandan sonra ən fəzilətli oruc Məhərrəm ayı tutduğu orucdur. Ona görə ümumiyyətlə Məhərrəm ayında oruç tutmaq müstəhəbdir. Xüsusən də Aşura günü və ondan qabaq olan 9-cu gün oruç tutmaq. Ona görə Allah Subhanahu va Taala istəyir ki, Allah Taala müvəffəq etsin bizi Aşura günü oruç tutaq və ondan qabaq və ümumiyyətlə Məhərrəm ayında çoxlu ibadətlər edək. Xalis Allah üçün. Allah Subhanahu taala bizi eşidib faydalanacaq etsin. Allah Subhanahu taala yaxşı bilir. Və sallallahu əleyhi və Muhammed və alə alihi və səhbihi və səlləm.